Azərbaycan vətəndaşı Orxan Məmmədbəyli Ukraynada həbs olunub. O, Polşada qətl törətməkdə ittiham olunur. Orxan Məmmədbəylinin Polşa tərəfindən axtarışa verildiyi və onun Ukraynada saxlanıldığı deyilir. Lentazın yaydığı məlumata görə Ukraynanın paytaxtı Kiyevin Şevçenkovski rayon məhkəməsi Azərbaycan vətəndaşı 34 yaşlı Orxan Məmmədbəyli barəsində 40 sutkalıq müvəqqəti həbs qətimkan tədbiri seçib. Qərara əsasən o bu müddət ərzində Lukyanovka istintaq tədbirxanasında saxlanılacaq. Bildirilir ki, Orxan Məmmədbəyli Polşa ərazisində qətl törətməkdə ittiham olunur. Ona qarşı Polşa Cinayət Məhkəməsinin 148-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə hakimi Vladimir Burbil bu qərarı 2026-cı il iyunun 1-də qəbul edib. Hazırda həmin qərardan apellyasiya şikayəti verilib. Məhkəmə qərarının mətninə əsasən Orxan Məmmədbəyli mayın 29-da günün ikinci yarısında saxlanılıb. Azərbaycan vətəndaşına qarşı tədbir görülməsinə səbəb isə həmin gün Siena, yəni Beynəlxalq Məlumat Mübadiləsi şəbəkəsi vasitəsilə Polşa hüquq mühafizə orqanlarından daxil olan məlumat olub. Həmin məlumatda bildirilib ki, Orxan Məmmədbəyli Avropa həbs orderi və Interpolun qırmızı bildirişi əsasında beynəlxalq axtarışa verilib. Məlumata görə o 2025-ci il fevralın 22-sində keçən gecə Polşanın paytaxtı Varşavanın mərkəzində baş vermiş səs-küylü qətl hadisəsi ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunur. Qeyd olunur ki, Konstitusiya meydanında yerləşən Gürcü restoranında müştərilər arasında mübahisə yaranıb. Daha sonra təxminən 10 nəfər küçəyə çıxıb və dava baş verib. Münaqişə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı Gürcüstan vətəndaşı 31 yaşlı David 2 adlı şəxs döş qəfəsindən aldığı bıçaq xəsarəti nəticəsində həyatını itirib. Daha 2 nəfər isə bud və çanaq nahiyəsindən bıçaq xəsarətləri alıb. Hadisənin etnik cinayətkar qruplar arasında baş vermiş hesablaşma ilə əlaqəli olduğu barədə versiyalar irəli sürülüb. Bununla belə Varşava prokurorluğu rəsmi açıqlamasında yalnız 3 Gürcüstan vətəndaşının saxlanıldığını və onların Varşava Şürüdmestiye Dairə Məhkəməsinin qərarı ilə həbs edildiyini bildirib.